Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Azərbaycan Respublikasının geosiyasi mövqeyi ilə bağlı olacaqdır. Biz bilirik ki, Azərbaycan Respublikası Avrasiya materikində, Asiya qitəsində və Asiyanın Cənub-Qərbi Asiya regionunda yerləşir. Azərbaycan Respublikasının bilirik ki, Dünya okeanına heç bir çıxışı yoxdur. Düzdür, Xəzər gölünün ətrafında yerləşir, amma hər hansı bir dənizin, okeanın sahilində yerləşmədiyi üçün Dünya okeanına birbaşa çıxışı yoxdur. Bu ölkəmizin coğrafi mövqeyinin çatışmayan cəhətləridir. Həmçinin Ermənistanla qonşuluqda yerləşməsi, yəni qərb sərhədlərinin bağlı olması bu Azərbaycanın coğrafi mövqeyi, iqtisadi coğrafi mövqeyinin əlverişsiz tərəfləridir. Həmçinin Naxçıvanla birbaşa quru yolunun olmaması, əlbəttə ki, bu Azərbaycan iqtisadi coğrafi mövqeyinin əlverişsiz tərəfləridir. Amma ölkəmizin coğrafi mövqeyinin əlverişli tərəfləri də var. Bunlardan birinci əsas məsələ Azərbaycanın yerləşdiyi ərazinin iqliminin mülayim və subtropik olması, yəni nə həddən artıq çox şaxtalı, nə də ki, çox isti olmaması burada məskunlaşmaya köməklik göstərən amildir. Yəni bu iqlim həm kənd təsərrüfatının inkişafına, həm turizmin inkişafına, həm də ki, ölkənin iqtisadiyyatına müsbət təsir göstərən amil kimi biz deyə bilərik. Bununla yanaşı tarixi ticarət yollarının üzərində yerləşməsi, ölkənin yəni şimal-cənub, şərq-qərb yəni dəhlizinin Azərbaycan ərazisindən keçməsi Azərbaycanın üstün cəhətləridir. İşğal altında olan torpaqlarımızın azad edilməsi, onların yenidən qurulub bərpa edilməsi ölkəmizin iqtisadi coğrafi mövqeyinin əlverişli cəhətləridir. Həmçinin gələcəkdə Zəngəzur dəhlizinin açılması, bu da ölkəmizin iqtisadi coğrafi mövqeyinə çox müsbət təsir göstərəcək. Həmçinin böyük ölkələrlə Gürcüstan, Rusiya, İran, Türkiyə kimi ölkələrlə qonşu olması, həmçinin onlarla iqtisadi əlaqələrinin mövcud olması ölkənin iqtisadi coğrafi mövqeyinin əsas əlverişli tərəfləridir. Deməli, Azərbaycan Respublikası bildiyimiz kimi qurudan 5 ölkə ilə sərhəddir. Bunlardan şimaldan biz Rusiyanı nümunə göstərə bilərik. Rusiya ilə sərhədlərimizin uzunluğu 391 kilometr təşkil edəcək. Şimal-qərbdən Gürcüstan 471 kilometr təşkil edəcək. Qərbdən ən uzun sərhədimiz Ermənistanla 1007 kilometr təşkil edəcək. Cənub-qərbdən Türkiyə 15 kilometr təşkil edəcək. Cənubdan isə İranla 765 kilometr sərhədlərimizin uzunluğu təşkil edəcəkdir. Azərbaycanın sərhədində yerləşən fiziki coğrafi obyektlərə biz baxsaq, demək Rusiya ilə sərhəddə yerləşən fiziki coğrafi obyektlərə biz Baş Qafqaz silsiləsini, aid eləyə bilərik Sudur silsiləsini, aid eləyə bilərik Samur çayını. Yadda saxlayaq ki, yan silsilə sərhəddə düşmür. Daha sonra biz Gürcüstanla sərhədimizə keçid etsək, Gürcüstanla sərhədimizdə yerləşəcək Mazım çayı, daha sonra yerləşəcək, üzr istəyirəm, burada biz nümunə göstərə bilərik Qanıq çayı, Azərbaycan-Gürcüstan sərhəddi boyunca axır. Daha sonra nümunə göstərə bilərik Qabırlı çayı, nümunə göstərə bilərik Ceyran çöl, bu ərazidə Çobandağ silsiləsi, bu hissədə biz Candar gölü və həmçinin Qarayazı düzənliyi. Bu ərazilər Azərbaycanla Gürcüstan sərhədində yerləşən fiziki coğrafi obyektlərdir. Ermənistanla sərhəddə biz nümunə göstərə bilərik burada Murğuz silsiləsi, daha sonra Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası və Yazı yaylası. Bunlar Azərbaycan-Ermənistan sərhədində yerləşir. Həmçinin Naxçıvan ərazisində isə Zəngəzur, bildiyimiz kimi bu ərazidə Zəngəzur, həmçinin Dərələyəz silsilələri. Biz Türkiyə ilə sərhədə baxsaq, Türkiyə ilə sərhəddə, baxın, bu ərazidə əlbəttə ki, yerləşir Sədərək düzü. İranla sərhədimizə düşür. Diqqət edirək, Arat çayı. Ondan sonra biz burada nümunə göstərə bilərik Muğan düzü. Bu hissədə nümunə göstərə bilərik Bolqar çayı. Görürsünüz, Azərbaycan-İran sərhədindədir. Daha sonra Talış dağları, yəni Talış dağlarının Burovar, Peştəsər və Talış silsilələri.
Bunlar Ermənistanla sərhəddə yerləşəcək. Həmçinin ən cənubunda isə Astara çay. Bildiyimiz kimi bunlar Azərbaycan-İran sərhədində yerləşən əsas coğrafi obyektlərə aid olacaqdır. Sərhəddə yerləşən rayonlarımıza keçid etsək isə, Rusiya ilə sərhəddimizə yerləşən rayonlarımıza aid olacaq Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Qusar, Xaçmaz. Baxın, bir daha qeyd edirəm. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Qusar, Xaçmaz. Bunlar Azərbaycan-Rusiya sərhədində yerləşir. Bəzən uşaqlar səhvən Quba rayonunda götürürlər, amma yadda saxlayaq ki, Quba rayon sərhəd deyil. Bunu yadda saxlayaq. Azərbaycanla Gürcüstan sərhədində yerləşən rayonlarımıza baxsaq, bu rayonlara aid olacaq Balakən, aid olacaq Zaqatala, Qax, Samux, Tovuz, Ağstafa və Qazax rayonları. Bir daha qeyd edərək, Balakən, Zaqatala, Qax, Samux, Tovuz, Ağstafa və Qazax rayonları. Əgər biz diqqət etdiksə, Balakən, Zaqatala və Qax iki ölkə ilə həm Gürcüstan, həm də Rusiya ilə sərhəddimizdə yerləşəcəkdir. Ermənistanla olan sərhədlərimizə baxsaq, Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayonları həm bunlar qeyd etdiyimiz kimi həm Naxçıvan Muxtar Respublikası vasitəsilə, həmçinin Azərbaycan digər rayonları vasitəsilə biz Azərbaycan-Ermənistan sərhədimizi qeyd edə bilərik. 1700 kilometrdir sərhədimizin uzunluğu və burada da diqqət yetirsək, Qazax, Ağstafa və Tovuz rayonlarının iki ölkə ilə həm Gürcüstan, həm də Ermənistanla sərhədləri mövcuddur. Daha sonra biz İranla, daha doğrusu Türkiyə ilə sərhədimizə keçsək, görə bilərik ki, Sədərək rayonu yerləşir. Sədərək rayonu Türkiyə ilə sərhədimizdə yerləşir və 15 kilometr sərhəd təşkil edir. İranla sərhədə baxsaq, Sədərək, Şərur, Kəngərli, Babək, Naxçıvan, Culfa, Ordubad, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəllabad, Yardımlı və Astara rayonları nümunə göstərə bilərik ki, bu rayonlar deməli düşəcək. Baxın, burada Yardımlı, Lerik və həmçinin Astara rayonları Azərbaycanla İran sərhədində yerləşəcək. Bir daha qeyd edirik. Sədərək, Şərur, Kəngərli, Babək, Naxçıvan şəhəri, Culfa, Ordubad, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəllabad, Yardımlı, Lerik və Astara rayonları. Və qeyd edə bilərik ki, Sədərək rayonu, baxın buradan Sədərək rayonu hər üç ölkə ilə sərhəddir. Həm Ermənistan, həm İran, həm Türkiyə. Yəni yadda saxlayaq ki, bizə qeyd etsək ki, üç ölkə ilə həm sərhəd olan ölkələr seçəcəyik Sədərəyi. Həmçinin Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonları, həmçinin Zəngilan rayonu isə həm Ermənistan, həm də İranla sərhəddə yerləşəcəkdir. Xəzər dənizinə çıxışı olan rayonlarımıza isə, yəni Xəzər dənizi sahilində yerləşən rayonlarımıza isə biz Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonları, həmçinin Abşeron rayonu, Sumqayıt şəhəri, Bakı şəhəri, Salyan, Neftçala, Masallı, Lənkəran və Astara rayonlarını nümunə göstərə bilərik. Bu adın qeyd etdiyimiz rayonların və şəhərlərin deməli Xəzər dənizinə çıxışı var. Yəni bir daha qeyd edirəm. Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Bakı, Salyan, Neftçala, Masallı, Lənkəran, Astara. Və qeyd etdiyimiz kimi bunların Xəzər dənizinə çıxışları mövcud olacaqdır. Daha sonra biz Kür
çayı ətrafında yerləşən rayonlarımıza diqqət yetirsək, deməli, Kürün sağ sahilində yerləşən rayonları qeyd edirik. Bu rayonlara Qazax, Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı. Deməli, Qazax, Bərdə, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonları aid olacaqdır. Deməli, Kürün hər iki sahilində yerləşən rayonlara biz Ağstafa rayonunu, Tovuz rayonunu, Şəmkir rayonunu, Samux rayonunu, Yevlax rayonunu, Sabirabad, Salyan və Neftçala rayonlarını nümunə göstərə bilərik. Yəni ki, Kür çayı bu rayonların daxilindən axıb gedir və yəni hər iki sahilində yerləşir bu rayonlar. Daha sonra biz Araz çayının sol sahilində yerləşən rayonlara Sədərək rayonunu, Şərur rayonunu, Kəngərli, Babək, Zulfa, Ordubad rayonlarını, həmçinin Naxçıvan şəhərini, daha sonra Zəngilan, Cəbrayıl, Füzuli və Beyləqan rayonları nümunə göstərə bilərik ki, bu rayonlar Arazın sol sahilində yerləşir. Arazın hər iki sahilində yerləşən çaylara isə, yəni ki, Araz çayı bu rayonların mərkəzindən keçir. İmişli, Saatlı və Sabirabad rayonları nümunə göstərə bilərik ki, Araz çayı demək bu rayonların yəni tam mərkəzindən, tam deyəndə yəni mərkəzi hissələrindən keçir deyə bu rayonlar Arazın həm sol, həm də sağ sahilində yerləşəcəklər. Azərbaycan Respublikasının ərazisində deməli 67 rayon, 79 şəhər, həmçinin 4246 kənd mövcuddur. Və bunların arasında təbii ki, Respublika əhəmiyyətli şəhərlər mövcuddur. Biz bu şəhərlərə aid edə bilərik Bakı, yəni bunlar Respublika tabeli şəhərlərdir. Aid edə bilərik Sumqayıt, aid edə bilərik deməli Şirvan, aid edə bilərik deməli Mingəçevir, aid edə bilərik Naftalan, aid edə bilərik Gəncə, aid edə bilərik Şuşa, daha sonra Xankəndi, həmçinin Şəki və Lənkəran. Bir daha qeyd edirəm, Bakı, Sumqayıt, Şirvan, Yevlax, Mingəçevir, Naftalan, Gəncə, Şuşa, Xankəndi, Şəki və Lənkəran. Naxçıvanın tərkibində isə olan Zulfa, Ordubad və Naxçıvan Muxtar Respublika tabeli şəhərlər hesab edilirlər. Demək, bəzi rayonlarımız var isə onların tabeliyində yəni tərkibində 2 şəhər mövcuddur. Biz bunlara diqqət etirsək, birinci Lənkəran. Yadda saxlayaq ki, Lənkəran tərkibində 2 şəhər mövcuddur. Həm Lənkəran şəhəri, həm də Liman şəhəri. Daha sonra Cəlilabad. Demək, Cəlilabadın tərkibində həm Cəlilabad, həm də Göytəpə şəhərləri mövcuddur. Daha sonra Xaçmaz. Xaçmazın tərkibində həm Xaçmaz, həm də Xudad şəhərləri mövcuddur. Daha sonra biz deyə bilərik Goranboy. Goranboyun tərkibində həm Goranboy, həm də Dəliməmmədli şəhərləri mövcuddur. Daha sonra biz deyə bilərik Tovuz. Tovuzun tərkibində həm Tovuz, həm də Qovlar şəhərləri mövcuddur. Daha sonra biz nümunə deyə bilərik Füzuli. Füzulinin tərkibində həm Füzuli, həm də Horadiz şəhərləri mövcuddur. Azərbaycan bilir ki, Xəzər dənizi vasitəsilə İran, Rusiya, Türkmənistan və Qazaxıstanla sərhəddir. İran və Rusiya ilə həm quru, həm də su sərhədimiz mövcuddur. Sərhəd keçid məntəqələrimizə isə baxdıqda Xaçmaz, biz Rusiya ilə Xaçmaz, Qusar, Balakən, Zaqatala rayonlarında, üzr istəyirəm, deməli Qusar, Xaçmaz və bu 2 rayonda
Rusiya ilə sərhəd keçid məntəqələrimiz mövcuddur. Qusar rayonu ərazisində Samur və Şirvanlı, Xaçmaz rayonu ərazisində isə Yalama və Xudat kimi sərhəd keçid məntəqələrimiz mövcuddur. Gürcüstanla sərhədimizdə yerləşən, yəni sərhəd keçid məntəqələrimiz Balakən, Zaqatala, Qazax, Ağstafa rayonlarında yerləşir. Balakən ərazisində Mazımçay, Zaqatala ərazisində Muğanlı, Qazax rayonu ərazisində Sınıq Körpü, Ağstafa rayonu ərazisində isə Sadıqlı və Böyükkəsik kimi sərhəd keçid məntəqələrimiz mövcuddur. Deməli, Türkiyə ərazisində bizim Sədərək rayonunda deməli elə Sədərək gömrük keçid məntəqəmiz mövcuddur. İranla isə sərhəd keçid məntəqələrimizə Culfa rayonunda Culfa, Kəngərli rayonunda Şahtaxtı, İmişli rayonunda İmişli, Biləsuvarda Biləsuvar, Astarada isə Astara sərhəd keçid məntəqələri aid edə bilərik. Daha sonra Azərbaycan bir neçə beynəlxalq təşkilatların üzvüdür. Bunların Azərbaycanın ilk qoşulduğu təşkilat nümunə kimi İslam Əməkdaşlıq Konfransını biz nümunə göstərə bilərik. Yəni İslam Konfrans Təşkilatı. Həmçinin Azərbaycan müstəqillik əldə etdikdən sonra Birləşmiş Millətlər Təşkilatının üzvü olmuşdur. SSR, yəni Sovet Respublikaları dağıldıqdan sonra MDB, yəni Müstəqil Dövlətlər Birliyi yaradılmışdır və Azərbaycan da bu təşkilatın üzvüdür. Azərbaycan neftinin Avropa ölkələrinə çıxarılması istiqamətində yeni razılaşma əsasında Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılmışdır və Azərbaycan da Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Bunun yanaşı Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın belə deyək, birliyi nəticəsində yaranmış təşkilat GUAM təşkilatı mövcuddur ki, Azərbaycan da bu təşkilatın üzvü hesab edilir.